Biraz su ver də Nərminə. Sol gözünə icra olunub, bir əzəliyə toxunublar. Yəni, mənasız bir şey olub. 2021-də ekzimer lazer olubdu. 2022-də də çəplik əməliyyatı olub. Çəplik əməliyyatı da bir gözünə olubdu. V pattern egzotropiyası var və inferior oblik hiperfunksiyası var yəni. Nərminin V şəklində çəpliyi var və alt çəp əzələləri həddindən artıq güclüdür. Yəni, dolayısıyla atası əməliyyat olub, amma bu əməliyyat yetərsiz olub. Sol gözünə icra olunub, bir əzəliyə toxunublar. Yəni, mənasız bir şey olub. Yenidən cərrahi olmalıdır. Yenidən çəplik əməliyyatı olmalıdır. Kədərlənmə. İnşallah ki, əməliyyatdan sonra hər şey yaxşı olacaq. Biz nə edəcəyik? Biz bir neçə dəfə ölçüm edəcəyik. Gözünü bağlayacaq. Kontrola gələcəksiniz. Biz çəplik ölçümü. Biraz su ver də Nərminə. Nərmin duyğusal qızdır biraz. Və indiki halından kədərlənir, amma əməliyyatdan sonra hər şey yaxşı olacaq. Nərminin çəplik uşaqlıqdandır. Və 3-4 yaşında yəqin ki, hiss edibsiz birinci dəfə çəplik. Və Nərmin 4-5 yaşında əslində əməliyyat ola bilərdi o vaxtlar. Bu çəplik növlərini tez əməliyyat elədiyimiz zaman, indi 4 əzələ toxunmalıyıqsa, uşaq vaxtı olsaydı 3 əzələ ya da 2 əzələ toxunmaqla bunu düzəltmək olardı.